Miqdadın anası Tunzalı xanım. Miqdad 2002-ci ildə martın 23-də dünyaya göz açıbdı. Və Miqdad çox uşaqlıqdan sakit, səmimi, həm cəsur uşağa oxşayırdı. Həmişə mən deyirdim ki, o uşaq nəsə seçilmişlərdəndir. Miqdad 2 bacıdan sonra 10 il sonra dünyaya gəlmişdi. Belə görürəm ki, elə şəhidlik üçün dünyaya gəlmişdi. Miqdad sonra məktəbdən sonra kollecə daxil oldu. Atası onu 5-ci sinifdən müəllim yanına qoyurdu ki, oxusun, təhsil alsın. Amma Miqdad özü də heç oxumaq istəmirdi. Elə bilirdi ki, məqsəd ayrıdır. Məqsədini açıqlamasa da, məqsədi ayrı idi. Və kollecə daxil olanda biraz bizim söhbətimiz düşdü onunla. Mən dedim ki, universitetə girmədin. Sonra da ki, kollecdə oxuya-oxuya biz danışdıq ki, əgər imkan varsa, Miqdad, 1-ci semestri qutaraq, sentyabrda yola salarıq. Çünki may ayından sonra onu aparmalıydılar əskərliyə. Bizə heç nə demədi. Amma ki, sonra mənə zəng elədi, dedi ki, mama, mən semestrlərdən kəsilmişəm. Mən dedim ki, ay bala, bax ki, ver imtahanları, bəlkə nəsə eləmək olar, düzəldək, papan havalanar da. Sonra mənə dedi ki, mama, sözün düzün deyim, mən özüm imtahana gedməmişəm. Mən əskər getmək istəyirəm. Və mən də heç nə demədim, dedim, nə deyim ki, mən buna. Sonra əskər getdi. Həmin anlarda korona vaxtı idi. Biz nan içməyə də getməmişdik. Biz hələ heç o uşağın harada necə əskərlik elədiyini də bilmirdik. Bircə onu bilirdi ki, Tərtər zonasına düşübdü. Və koronanın ləğv eləyəndən sonra, yollar açılanda mən dedim ki, yox, biz oraya getməliyik. Məcbur elədim atasını, getdik biz. Sentyabrın 14-də biz onun yanına getdik, Tərtərdə. Posta idilər onlar o vaxtı. Mən öz uşağımı görəndə həqiqətən tanımadım. O uşaq tamam böyümüşdü, elə bir ki, tamam başqa bir uşaq idi. Və çox baxdım, çox ürəyimdən başqa-başqa hisslər keçirdim. Məni çox qınadılar, dedilər, tək uşaqdır, 10 ildən sonra olubdur. Gəl bunu çək, Bakıya gətizdir. Mən də tərəddüdüm ki, Allaha qismət, Allaha əmanət eləmişəm uşağı. Yenə də heç bir şey eləmədik. Sentyabrın 14-ü yanına gedəndə, oradakı uşaqları görəndə həqiqətən özümüzdə, mənim özümdə də nəsə bir hisslər elə bir ki, bunları bir axırıncı dəfə görürəm mən. Yanına gedəndə dedim, ay bala, nə istəyirsən gətirim sənin üçün, heç nə istəmədi. Dedi ki, mama, ancaq soğuran konfetlərdən gətirərsən, gəlirsən, burada hər şey var, meyvəmizə can var. Özü də yemək yemədən apardı, bütün o yeməkləri uşaqlara verdi orada. Bircə ona rahatçılıq tapıram özümdə ki, o uşaqları həqiqətən yedizdirib yola saldıq. Və qayıdıb gələndə bir əl elədi mənə, hamımıza bir maşında bir əl elədi. Həmin o baxışları heç vaxt yadımdan çıxartmaram. Dedim ki, gələn həftəyə gələcəm. Elə oldu ki, atası dedi ki, gələn həftə yox, 1-2 həftəyə gələrik. Ondan sonra da ki, müharibə başladı. Ayın axırıncı dəfə biz onunla 25-də danışdıq. Zəng eləyəndə həmin günü atasına bir 4 dəfə dalbadal zəng elədi. Atasına dedi ki, bəs mama ilə də danışmaq istəyirəm. Atası dedi ki, bir 10 dəqiqəyə çatıram evə, danışarsın. 42 saniyə danışdıq biz onunla. Mən ona dedim ki, bala, bəs məni qınayırlar çox. Bəlkə səni çəkim də bu tərəfə. Mənə qayıt dedi ki, mama, bu sevgini, bu qeyrəti sən mənə öyrətmirsən. İndi vətənin bu vaxtında mənə deyirsən ki, dala çəkilginən. Mən ağladım.
ağlayanda telefonu verdim atasına. Sonra gəldim, götürdüm, dedim ki, bundan sonra mən sənə deməyəcəm. Amma ki, özü qoru. Hə, baş üstə mama, belə dedi. Miqdadın adını da dayısı qoymuşdu. Dayısı da 1-ci Qarabağ müharibəsinin qazisidir, Rövşən Cəfərov. Bizim nəsildən də 1-ci Qarabağ müharibəsindən şəhidlərimiz çoxdur. Bu yolu mən getmişdim, bilirdim ki, bu həyatda hər şey ola bilər. Və Miqdadın adı Peyğəmbərimizin səhabəsinin adıdır. Həmişə ona deyərdim, Miqdad, adıva layiq yaşa. Adıva layiq yaşa. O da qapıdan çıxanda bacısına yazmışdı ki, WhatsApp'da ki, gedirəm adımın haqqını verməyə. Bilirdilər, onlar hamısı şəhid olacaqlar, o uşaqlar seçilmişlərdi. Bu günləri həqiqətən mənim üçün danışmaq nə qədər çətin də olsa, amma qürur vericidir. Çünki biz oğullarımızla fəxr edirik ki, bu günləri onlar bizim qeyrətimizi, namusumuzu qaytardılar. Bu günləri o Xocalının ahı yerdən götürüldü, Kəlbəcərin ahı götürüldü, bütün Qarabağın ahı yerdən götürüldü. İnanıram ki, daha bundan sonra Allah bizə müharibə qismət eləməz, Allahın köməkliyi ilə və biz o prezidentimizin yumruğu bizim balalarımız, qazilərimizin, balalarımızın yumruğu oldu. O yumruq həmişə yuxarıda olacaq. Kimə lazımdırsa elə də cavab veriləcək. Yumruq göstermiştim düşmana. Yumruq göstermiştim. Demiştim ki, bu yumruq hele böyle yumruq değil. Bu demir yumruqdur. Bu demir yumruqla düşmanın başını ezerik ve ezeceğiz. Ve aynı zamanda bu yumruq birliğimizin remzidir. Bak bugün Azerbaycan halkı bu yumruq gibi birleşir. Ve hemşe böyle olacak. Bu birlik ebedi olacak. Miqdadı müharibə başlayandan sonra biz çox axtardıq. Bizə dedilər ki, ön cəbhədədir, xəbər yoxdur, telefon işlətmirlər. 33 gündən sonra biz DNK analizi ilə Miqdadı tapdıq. Demək, biz axtara-axtara mən yer qalmadı, biz soruşmayaq, eləməyək. Sonra mən onun yanına gedəndə mənə telefonunu gətirdirmişdi. Orada yanında oturanda elə kodu yığdı telefonunu. Dedi mənə ki, gördün, amma o təsadüfən mən heç vaxt kod yadda saxlayan insan deyirəm, belə telefon qarışmamışım onun telefonu. Demək, belə görüb görəcəyim nə olacaq ki, belə elə o da Allahın bir qisməti idi. Sonra axtara-axtara mən biz hara gəldi əlimizi uzadırdıq. Birdən-birə yadıma düşdü ki, onlar şəkil çəkdirmişdilər uşaqlarına, oradakı postda olan uşaqlarına. Valideynlərinə şəkil göndərmişdilər. Dedim, o nömrələr qalar hər halda. Açdım, həmin nömrələrə başladım yığmağa, danışmağa. Onlar da dedilər ki, biz şəhid Əlinin atasına yığdım. Ona dedim ki, bəs uşaqdan xəbər varmı? Dedi ki, yox, bacım, yoxdur, biz də axtarırıq. Sonra hər dəfə bir xəbər gəlirdi bizə ki, hə, sağdır. Amma mən bilirdim ki, mənim uşağım şəhid olubdur. Onun atası heç vaxt qəbul eləmirdi. Deyirdi ki, yox, mənim uşağım şəhid ola bilməz. Hazır deyirdi ona. Hətta deyirdi ki, mən Allaha üsyan eləyərəm də. Təki uşağım heç nə olmasın, mən heç vaxt bunda dözə bilmərəm. O 33 gün elə bir ki, Allah Taala onu hazırladı. Axırda elə bir vaxt gəldi, çatdı ki, atası dedi ki, nə olur olsun, şəhid olur, necə olur olsun, axır gəlsin evimə. Və bizi prokuraturaya çağırdılar. Orada dedilər ki, bəs Yevlaxa gedin, Yevlaxda şəhidlər var, baxın onlara. Biz də getdik. Xəstəxanadan girəndə məni qoymurdular. Dedilər ki, sən ana olmaz. Dedim, yox, mən bilirəm, hara gəlmişəm. Getdim,
girdik içəri. Qardaşım, qaynım içəri qoymadılar keçməyə. Dedilər, biz baxaq, əvvəl baxaq hansı uşaqdırsa, hansı miqdaddırsa ona bax yenə. Sonra orada komandir dedi ki, 5 nəfərdə tanınmaz vəziyyət də var. Girdilər, baxdılar, yenə inanmadım. Dedim, yox, mən öz gözümlə görməliyəm, mən bilirəm. Gətirdilər mənə şəhidlərin şəkillərini göstərdilər. Oradakı şəhidlərin şəkillərini ki, bəs ana, bəs bax günə tanıya bilərsən. Gördüm, o yoxdur. Sonra dedim, bəyək komandir dedi ki, 5 nəfər var orada, o 5 nəfərə baxın, icazə verin, baxın. Komandir dedi ki, ana, nəsə işarə varmı uşaqdan ki, sən ondan tanıyasın? Dedim, hə, saçının bu üzündə, bu tərəfində tükü yox idi uşağın. Bir balaca, bir xal kimi tükü yox idi. Ondan, dişindən tanıyaram. Belə başladım demək. Dedi, yox, ana, olmaz. O gərək DNK analizindən tapılsın. Biz orada gözləyən vaxtı hamı içəridə idi. Atası ilə üzbəüz dayanmışdı. Bir də gördüm ki, oradan bir ətir vurdu. Dayandım, çaşdım, belə iynədim əlimi, baxdım o yana, bu yana ki, bu nə ətir idi belə. Çox gözəl bir ətir idi o. Miqdadın tabutu evdən çıxanacan o iy mənim burnumda idi. Atası dedi, nə axtarırsan? Dedim ki, bəs nə ətirdir bu, nə ətir idi? Dedi, nə ətirdən danışırsan? Sən onda mən hiss elədim ki, mənim uşağım oradadır. Məni qoymadılar içəri girməyə. Dedilər, DNK analizi çıxandan sonra biz cavab verəcəyik. Çıxanda bacım gilə əl elədim ki, bəs yoxdur burada. Sevindilər. Mən bacımın başını qucaqlayıb qışqırdım üstünə ki, şükür elədi ki, bəs yoxdur. Dedim ki, elə demə, o sözü demə. Bəlkə kiminsə anası buradadır da, yəni şəhidlərimizdir. Və getdik. Gedəndən sonra yenə də gəldi evdə, yenə başladı axtarmağa, nə bilim, o yana bu yana xəbər göndərməyə. Sonra atasına bir nəfər çağırdı, dedi ki, bəs olarmı sizlə görüşüm? Atasına demişdi ki, sabahda bir üstündə bir xəbər çıxacaq. Atasının alnından öpüb ki, sağ ol ki, belə oğul böyütmüsən. Mən də dedim ki, nəyə görədir ki, səni öpüb? Demək ki, nəsə var ki, səni öpübdür. Elə-belə insan necə öpürlər ki, hə, nə yaxşı ki, belə oğul. Yenə atası hələ hər şeyi qaçırdırdı ki, tək ki, şəhidlik xəbərini eşitməsin. Sonra bir gün oturmuşdum yenə də, elə zəng eləyirdim oradakı uşaqların atalarına. Gördüm, mənə zəng gəldi gecə, axşam üstü ki, bəs bacı, Miqdadı tapdınız, əlinin əmisi idi. Dedim ki, yox. Dedim, siz tapdınız? Dedi ki, hə. Dedim, 5 nəfərlərdən biri idi. Dedi ki, hə. Onda bildim ki, artıq Miqdad 100% şəhid olubdu. Sonra həmin dəqiqədə elə qohumlardan girdilər içəri, dedilər ki, Miqdad şəhid olub. Özünüz bilirsiniz də, həmin anda insanlar nə vəziyyətdə olur. Onda mən onlara çıxıb bir kəlmə dedim ki, necə ki, mənim oğlum mənim başımı uca edibdir. Bugün hamımız onu başı uca da yola salmalıyıq. Heç kim ağlamayacaq, heç kim üsyan eləməyəcək. Çünki Allah Taala bizə elə bir məqam verib ki, onun məqamla biz orada başa düşəcəyik. Mən bu günləri həqiqətən Miqdadla
fəxr eləyirəm, o oğullarla fəxr eləyirəm. Mən hər zaman deyirəm ki, mənim oğlum Qarabağı almadı. Bizim oğullarımız Qarabağı aldı. Qazilərimizlə bir yerdə, bütün balalar bir yerdə Qarabağı alıblar. Yəni biz heç vaxt ayrı seçkilik eləməməliyik şəhidlərimizin arasında. Onların hamısı qəhrəmandırlar. Bu günləri sadəcə onları yaşatmaq lazımdır. Onları unutmamaq lazımdır. Və mən hər zaman deyirəm ki, 1-ci Qarabağ müharibəsinin şəhid və qaziləri olmasaydı, bu günləri bizim balalarımız dünyada olmazdılar və onların qanını yerdən almazdılar. Və inanıram ki, xalqımız bizim balalarımızı unutmayacaqlar. Onlarla fəxr eləyəcəklər hər zaman. Bizim gələcəyimiz üçün bu lazımdır. Bizim balalarımız həm gələcəyin təminatıdır. İnanıram ki, unutmayacaqlar. Qismət beləymiş. Bizim balalarımız bizi yadlarıb, bizə doğma elədilər bu günləri. Allah qazilərimizə can sağlığı versin, xalqımıza bundan sonra müharibə qismət eləməsin. Analara da bir söz deyə bilmək istəyirəm ki, çalışağın ki, balalarımıza layiqli bu həyatı davam edək. Bircə bir dənə onu arzulayıram ki, balalarımızın yanına gedəndə onlar bizi utana qəbul eləməsinlər. Bizi fəxrlə qəbul eləsinlər. İnanıram ki, elə də olar. Miqdad Vətən uğrunda, Su Qovuşan uğrunda, Laçın uğrunda, bir də ki, 3-cü dərəcəli orden alıbdır. Miqdad özü də idmançı idi, kickboksa gedirdi. Siz hər bir ana bilir ki, oğlu nə eləyə bilər. Mənim oğlum haqqında danışanda hiss eləyirdim ki, həqiqətən o uşaqda o potensial var. Onu yoxlamışdım bir-iki dəfə mən. Sözünü deyən, siz heç nədən qorxmayan, yalan danışmayan. O vaxt aprel döyüşlərində şəhidlər gələndə bir şəhid anası danışırdı televizorda onda. Dedi ki, mənim oğlum yalan danışmayıb, mehriban olub, nə bilim, mənə cavab qaytarmayıb. Bunun da deyildim, şeylə uşaq ola bilər, onda da uşaq balaca idi. Amma sonra indi oturub fikirləşəndə Miqdad şəhid olandan sonra oturdum, fikirləşdim ki, mənə nəsə ağır söz deyib mi ailəsinə ya kiməsə. Gördüm ki, yox. Həqiqətən o uşaqlar seçilmişlərdi. Əskərliyə gedəndə də avtobusda demişdi ki, mən qayıtmayacağım, şəhid olacağam. Əskər gedəndə mən evdən böyük bir bayraq astım. Böyük bayraq astım, fəxr eləyirdim ki, oğlum əskərdir. Hələ qapıya da vurmaq istəyirdim. Sonra dedilər ki, yox ana, qapıya düşər-düşməməzdir. Olar demək, nə var ki, əskərlikdir də bəyəm. Sonra yanına gedəndə Miqdad evdən böyük bayraq asmışam balam. Dedim, nə yaxşı eləmişsən onu. Uşaqlar sonra gəlib bizlə danışanda dedilər ki, ana, siz gedəndən sonra Miqdad gəldi bizə dedi ki, mənim anamgil hazırlar, mən şəhid olacağam. Hər dəfə də ona deyirdim ki, Miqdad, şəhid olmağa hazır ol. Onu elə böyütmüşdüm mən. Çünki bilirdim ki, o torpaqlar geri alınmalıdır. Gec-tez o torpaqlar geri alınmalıdır. Və o uşağı biz axtardıqca şəhid ailələr, şəhid gəldikcə Qubaya, mən bir-bir o ailələrə gedirdim. Yanlarında olmaq istəyirdim, onların nə çəkdiyini bilmək istəyirdim. Və həmin anda biz o uşağı axtaran vaxtı mən bəlkə də onları başa düşmürdüm. Yəni başa düşmürdüm, həqiqətən başa düşmürdüm. Amma Miqdadı şəhid olandan sonra mən o ailələri tamam başqa cürə başladım gəzməyə. Onların dərdlərinin özümə bilirdim ki, mənim dərdimdir. Mənim dərdim onların dərdidir. Onları hiss eləməyə başladım. Və indi də hamımız bir yerdəyik. Şəhid ailələrdə hamımız indi bir yerdəyik. Dərdimiz bir, sevincimiz bir.
Nə bilim. Yenə də deyirəm, Allah bütün qazilərimizə can sağlığı versin, bizlərə səbir versin. Xalqımız bundan sonra necə ki dünyada özümüzü sübut elədik, bundan sonra da həmişə yumrumuz yuxarıda olsun ki, bilsinlər ki, Azərbaycan xalqı necə xalqdır. Buradan da elə İlham Əliyev prezidentimə təşəkkür eləmək istəyirəm. Həqiqətən bu günləri o insan vurdu deyə bizim balalarımız da vurdular. Bu günləri Azərbaycan, bütöv Azərbaycan oldu. Onu demək istəyirəm. Daha bəst. Ana, mən şəhid oldum, yerim gözəldir, təkil ağlama. Canım, canım sevgilim, bağışla məni.